Ağlar yığışıb bunun səhifəsini bağlatdıracaqsan. Primazada işləyəsi kişi Hə, deyil. sən deyirsən başın qarışıb qızlara, gəl deyirsən ki, birinci səni görmüşəm. Birinci mən olmamışam. Birinci burada mənim söhbətlərim gedib. Qızlardan çox danışan başı qarışır ha qızlara. Yaman qız deyirsən. Yox, yəqin ki, başın qarışıb da deyirsən xəbərim yoxdur. Mən nə edeyim? Başım sənə qarışsın. Başım mənə qarışıb, onda bir dəfə girib fikir bildirərdim. Ehtiyac yoxdur, lazım deyil. Araşdırardın. Görürsən mən o qədər adam düşüb üstümə təşliyiblər. Bir dəfə deyərdin ki, yanındayıq. Nə oldu? Bir dəfə bir kamera, bir mikrofonu qoy yerə, get bir həftə istirahət elə, cəmaət əl çəksin O səndən. Nə istəyirsən? misafirinə qalxır, sənə türkə verilən çulbanları yığışdı böyrünə. Sənə bir xeyir gələstəl olardı. Sən necə 10 bun qoşsan, mən də 10 bun qoşuram. Yardım da edirəm. Mən görmüsən. 8 dənə operator elə bir toy çəkir. Açırsan, profilli qarpız kimidir. İçindən qırmızı da çıxır, ağ da çıxır. Mən nə Elə edirəm? belə istəyirsən, Aygünün klipini çəkir, 8 dənə operator. Amma mən görəndə Çərxanı söyə, fərq yoxdur. Kim olsun, cavabını verib çıxardıram. Qoyma. Elə Mən söyüş axşama kimi şantaj edirsən, elə söyüşdən zaddan danışırsan. Sənə şantaj eləmirəm. Sən olanları deyirəm ki, mənə bunu edirsənsə, onda busan. Sən başdan ayağa səhvsən. Ağa yasamaldayam, gəl sən. Tamam, ümumiyyətlə onda düzün Eləmə, yox. get videoları, get yaşada rahat. Nə işin var bizlərlə sən? Sən mənlə işin oldu? Mən səninlə nə işim olub? Sənin artıq haqqında nəsə danışmışdın. Danışma da, bir-birimizi tanımırıq. Sən sadəcə o vaxt ki, sənin 5 il qabaq mənlə olan problemimə görə bilirəm ki, mənə qarşı nəsə ürəyində var, amma açıq demirsən. Ömrü boyu Açıq demirsən. heç kimdən mənim söhbətim olmaz. Sərxan, ay Sərxan. Buyur. Də bura bunu göndərək tətilə bir həftə dincəlsin. Allah kimin başı itəcək. Yox, bilsən, mənə yandıq tökən bilsən nədir, Rahid? Eləmədiyim işləri mənə danışanlar mənə xoş gəlir. Da ona görə deyirəm. Mənə də yandıran odur da. Girirlər bura, qoşub Sərxan bura, Sərxanda canlı adam çoxdur da maşallah. Adamlar qoşdu bura, danışırlar. 3 qloq belə getdi, Xaqo belə yedi, Xaqo bir mat eləmədi. Sərxan da durur sakit qulaq asır. Xaqo heç olmuyor. O bütün payını verə bilmir ki. Sən bir şey Xaqo. Bax sənin də əziyyət Twitterdə xoşuma gəlir yox. Mən də əziyyət. Xaqo gedib pul yığırsan, oradan pul götürmürsüz özünüzə. Pul yığıram mən. Mən bir ay o evlərdən pul yığırsın, oradan götürmürsün. Mən bir ay kampaniya kimi həmən 30 gün elədim Ramazanda ki, insanlar dəstək olsun. Ondan sonra ləğv elədim. 30 gün. Mən pul yığmışam, pul yığırsan. 2000. Mən pul 500 manat verirlər sənə. Mən heç vaxt pul götürmürəm. Kimsə desə ki, ala sənə pul verirəm, deyərəm get yardım elə. Atasızlara yardım elə. Arvadlar var, bəzi qoca arvadlar. Çoxsu şükür eləyən olmur axı. Kömək edirsənsə 2-3 ay edirsən. 2-3 ay edirsən, sonra bir də görürsən ki, çönür sənə, başlayır məsələn Xaqoya yazmağa, məndən danışır ona. Yazır sənə və yaxud da Xaqodan danışır sənə. Belə şeylər də olur da. Qadınların çoxsu hər zaman şükür eləmir. Yəni kömək elədiyimiz insanlar bəzən haqqımızı tapdalaya bilir. Amma Xaqocan canını açıb 1000 yığıb, gəla 500-ü sənə, 500-ü mənə, brat, bu sir qalası şey deyil. Bu əvvəl axır çıxır ortaya. Ona görə elə şeylərdə ehtiyatlı olmaq lazımdır. Görmüsən? Gəl göstər mənə. Bir dənə ailəni göstər ki, ondan bir manat cibimə pul qoy. Biz burada hər şeydən danışırıq. Biz burada hər şeydən danışırıq. Demirəm. Sən bugün mənə adi belə cibimə elə belə, necəsə, bunu qoy cibimə 100 manat belə versən. Onda belə bir söz deyim, yardım edən adamlar. Xaqo, belə bir söz deyim. Ona görə mən səhv gəlim. Sonra deyirsiniz ki, Xaqo niyə səbirləşsin? Mən cibimə pul qoysam, vecimə olmaz. Xaqo, mən söhbəti bağlayıram. Kimlərsə yetimin, kasıbın, xəstənin puluna şəritdirsə elə bir anası ilə zina edib. Qəbul edirsən? Kim pul yeyirsə, lap elə. İstəyir ev tikəndə, istəyir misafir qoşanda, istəyir gəlib yardım eləyəndə, fərq yoxdur. İstəyir adam gəlib xəstəyə pul yığanda, kimsə. Kim o pul yeyirsə, bir şərəfdir, namussuzdur, evindən xəbərsizdir. Mən dedim, mən kəlməliyəm. Bəli. İndi qoyun, gedin axtarın, gedin siz də baxın, mən də baxın. Görün bu günə kimi kim nə xərcləyib, kim nə yeyib. Araşdırın, ölçün, biçin, ondan sonra hesablayarsınız. Yaxşı? Bilirsiniz bu söhbətlər necə bura çıxıb? Bilirsiniz niyə? Çünki bugünkü gün, qardaş, maşın satan bir adam gedir başlayır yardım eləməyə. Bərbər gedir yardım eləməyə. Var eləsin, onun işi olur. Nə bilim. O gedib 50-nin 30-a da yiyər, 100-ün 5-ə də yiyər, özü bilər. Biz onu qarışmırıq. Qardaşım, çatdaq oradan çıxır da. Oradan da gəlir bizə dayanır. O eləyir deyəmə, Ayça, onda sən, mən, Sərxan, fərqi yoxdur. Bütün yardım eləyən insanlar
elə şeylərin qabağını almalıdır və elə danışan adamların ağzına bu millət var, vurmalıdır. bu millət var. Çünki bu gün Sərxana pul atan, mənə də haqqına girmək dəstəkçimə pul lazımdır. atır. Bu Mən bir yetim paylaşımda pul atar, Sərxanına da atar, Rahiddə də atar. Bu adam görəndə ki, xalq o pisdir, vəbşə Sərxana da Heç kimi qoşmayın əzizlər. Mənə lazım deyil bura. Kimsə heç kimi Ya qoşmayın. ya dava söz söhbət lazım deyil. Yəni insanları Sağ ol, insanları olun. Heç kim qoşmayın. Mən söz söhbət edirəm. Sərxan, istədim bir barışıq yaradam aramızda. İstəmərəm bura sən buradan məsələn layiq sözlərlə video çəkmək zad o yaxşı deyil. Bax, mən görsən bir dənə video yoxdur. Mən elə şey insan deyiləm. Ən sevmədiyim şey Rahid kişiyə şər böhtan atmaqdır. Ən xoşlamadığım şey. Bu dəlidir. Allah haqqı bu dəlidir. Bu çox dəli deyil, Murad. Bu gedib gəlməkləri var. Bu psixoloji xəstə adamdır. Buna görəcəm mən bundan söhbət edəcəm, deyəcəm qutar da bu şeyləri. Bax lazım. Bax ona mən dedim ki, o videoları sil. Sil. Sonra sildin. Sonra dedin ki, söhbət bax. İnanırsan söhbəti kim bağlı, nə barı xəbərim yoxdur. Prost dedim ki, özü yığışı. Nə olsun mən Türkiyədəyim. Adam hamının dostu, tanışı var, yoldaşı var. Adam elə dərəcəyə gətirəsiniz ki, çox pis şeylər olur. Mən bir söz demədim ki sənə. Ümumiyyətlə fikir verirsən, həmisi oturduğun yerdə də adam görsən bu problemə düşür. Oturduğun yerdə kömək edirsən. Sosialda olan adamsan, git işini gör, mən sənə haqqına girməmişəm. Görsən sən dənə xaqo gəldin burada hamının adını çəkdin, haqqına girdin. Amma mən sənə onu povudu vermirdim ki, eləmə, danışma. Yenə də danışırsan.